Orqanizmdə yığılan maye nəticəsində bədəndə yaranmış şişkinlikdən azad olmanın çox qədim və asan yolu var. Şişkinlikdən və artıq çəkidən azad olmaq üçün gün ərzində isti su içmək lazımdır. Yadınızda saxlayın ki, isti su boş mədəyə düşməlidir. Yəni, yeməkdən 10-15 dəqiqə əvvəl. Bu suyu düzəltmək çox asandır. Suyu çaydanda qızdırıb termosa tökün. Suyun hərarəti nə qədər yüksək olsa, bir o qədər yaxşıdır. Yandırmaması üçün isə qurtumla yavaş-yavaş içmək lazımdır. Bu üsuldan aclıq hissi keçirdiyiniz zaman da istifadə edə bilərsiniz. Yemək əvəzinə isti su qəbul etsəniz, aclıq hissi aradan götürüləcək. Bədəndən mayenin qovulması üçün isti suyu azı 3-4 gün mütəmadi olaraq içməlisiniz. İsti suyun içilməsi maddələr mübadiləsini normallaşdırır, qanda şəkərin miqdarını azaldır, çəkinin azalmasına yardım göstərir. Bu üsuldan istifadə etdiyiniz zaman sidiyin miqdarı artacaq, strukturu və xassəsi dəyişəcəkdir. Sidiyin qoxusunun dəyişməsi və qatılığının artması orqanizmdə təmizlənmə prosesinin işə düşməsindən xəbər verir. Nəzərə alın ki, məlumat tanışlıq xarakteri daşıyır. Bəzi hallarda xroniki xəstəliklərdən əziyyət çəkənlər müalicə həkimi ilə məsləhətləşdikdən sonra bu üsuldan istifadə edə bilərlər.